bir dənə də məsləhət eləyək. Usta yoldaşlar deyəcək, çörəyi payısı olsun, amma demək lazımdır. Televizorlar təzə alınanda zavod tərəfindən maksimal işıqlandırma qoyulur ki, gözəl göstərsin. Baxın, gözü burada patsvetka 20% yazılır. Yəni bu 20-ni salın 10'a, 12'ye, onda bu LED-ə verilən elektrik enerjinin amperajı aşağı düşəcək və LED lampalar az qızmağa başlayacaq. LED lampalar az qızanda onun ömrü də çox olur. Ən çox da ki, bu yeni LED lampalar var ki, hansı ki aşağıdan da polarizatorla xarab olur. Onlarda bu maksimal amperajdadır. İşıqlar aşağıdan vurur, qızır-qızır yanır. Bir də siz əgər görsəniz ki, bir dənə balaca bir yerdə qaranlıq varsa, daha işlətməyiz. Çünki daha çox işlədəndə o polarizator çatlayır, yanır. Elə bir dənə polarizatorun qiyməti ən aşağısı 100-120 manatdır. Bir var LED-i dəyişərsən, polarizatoru dəyişməyəsən. Bir də var ki, həm polarizatoru dəyişirsən, həm LED-i dəyişirsən. Yəni, ay mən biraz işlətim, sonra mı aparacam? Yox, sonra aparacaqsınız, daha çox pul xərcləyəcəksiniz.